Yemişan sirkəsi. Min bir dərdə dərman sayılan bu təbii məhsul əsrlərdir xalq təbabətində istifadə olunur. Bəs yemişan sirkəsini bu qədər faydalı edən nədir? Yemişan meyvəsi antioksidant flavonoidlər və vitaminlərlə, xüsusilə də C vitamini ilə çox zəngindir. Bu maddələr bədəni zərərli sərbəst radikallardan qoruyur, immunitet sistemini gücləndirir və bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Mütəxəssislər hesab edir ki, bu xüsusiyyətləri sayəsində bəzi xərçəng növlərinin yaranma riskini azaltmağa və qocalma prosesini yavaşlatmağa kömək edə bilər. Yemişan sirkəsinin ən böyük faydalarından biri isə ürək və damar sağlamlığına təsiridir. Damarların elastikliyini artırmağa kömək edir və qan dövranını daha rahat hala gətirir. Bu xüsusiyyət sayəsində ürək daha rahat işləyir və bədənə daha çox oksigen çatdırılır. Bundan başqa, yemişanın tərkibində olan flavonoidlər ürəyi qidalandıran tac damarlarını genişləndirir. Bu isə ürək əzələsinin daha yaxşı qidalanmasına kömək edir. Ürəyin yükünü azaldır və ürək döyüntülərinin daha sabit olmasına dəstək verir. Məhz buna görə yemişan uzun illərdir ürək sağlamlığını qoruyan bitkilərdən biri kimi tanınır. Yemişan sirkəsinin digər maraqlı təsiri isə qan təzyiqinin balanslaşmasına kömək etməsi və bədəndə qan dövranını yaxşılaşdırmasıdır. Bu xüsusiyyətlər infarkt və damar problemlərinin riskini azaltmağa kömək edir. Adətən yemişan sirkəsi 1 stəkan suya 1 çay qaşığı əlavə edilərək içilir. Amma hər bir təbii məhsul kimi onu da ölçülü istifadə etmək vacibdir. Unutmayın, təbiətin bizə verdiyi bəzi sadə nemətlər bəzən ən bahalı dərmanlardan belə daha faydalı ola bilir. Əgər belə faydalı məlumatların davamını görmək istəyirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.